Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. BMI bir neçə gün öncə mən sizə bildirdim Qopuz televiziyasında ki, biz deyəndə kim Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyinin rəhbəri olaraq mən Sabirabad Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Ramil adlı şəxsə, soyadını bilmirəm, demək yadımda deyil daha doğrusu, sorğu yolladım. Sorğu 8 sualdan ibarət idi. Əsasən sorğunu əhatə eləyirdi meşə torpaqlar, Sabirabad Meşə Təsərrüfatı Mərkəzinin balansında olan torpaqların hektarı və neçə hektarı icarəyə verib, nə qədər icarədən pullar toplanıb və dövlətə nə qədər pul köçürülüb. Son 3 il ərzində 2023, 2024, 2025 və 2026-cı illər ərzində. Yəni bu sualı biz onları verir, sonra yanacaq, nə qədər bitki fidan ağacları əkilib ərazilərdə. Yəni adi çox primitiv sual, vətəndaşların müraciətləri haqqında qanuna əsaslanaraq biz bu sorğunu, ictimai sorğunu biz bu quruma yolladıq. Bu qurum bizə cavab verir. Mən indi həmin o cavabı sizə oxuyuram. Bildiyiniz kimi bizim konstitusiyon hüquqlarımızı Azərbaycan vətəndaşının sorğu yollamaq əl-əl xüsusda dövlət qeydiyyatından keçmiş 20 ildən artıq, 20 ildən yuxarıda artıq oturaqlı bir təşkilat olaraq biz təkrar edilən təşkilatımızın adı Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyi olaraq bizim tam ixtiyarımız var ki, ictimai sorğu yollar və ictimai sorğudan cavab biz alaq. Lakin demək, bunlar bizə cavab verib, həmin Sabirabad Meşə Təsərrüfatı Mərkəzinin direktori, həmin cavabı mən sizə oxuyuram. Baxın, konvertin üzərindən görünür, burada yəni yazıya baxa bilərsiniz, xəttə. Görün nə qədər səliqəsiz, nə qədər etinasız bir yanaşmadır bu məktuba. Burada xəttdən yazdan görünür bu. Demək, mən bunun cavabını sizə bu dəqiqə oxuyuram. Buyurun. İmzası da yox, direktorun, görürsünüz. Cavabını oxuyuram. Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinə informasiya sorğusuna cavab. Sizin aprelin 17-si 2026-cı il tarixli 02